Salam əziz şagirdlər. Bugün 6-cı sinif yeni dərslikdən səhifə 96 və 97-nin izahına baxacağıq. Ümumiləşdirici tapşırıqlardır. Bu bölmə ərzində biz sahələri, həcmləri, silindrin və bəzi fəza fiqurlarının sahə və həcmləri haqqında məlumat əldə eləmişik. Gəlin başlayaq. Qeyd edim ki, KSG-yə bu tipli suallar düşəcək. Deməli, bizə deyir ki, belə bir fiqur veribdir, onun rəngli hissəsinin sahəsini istəyir. Bu fiqurun özünü birbaşa tapmaq mümkün deyil, ona görə bunu böyle iki fiqura. Buradan ortadan bir xət çəksək, bir və ikinci fiqur bir-birinə simmetrik, yəni kongruent fiqurlardır. Onların da sahəsini parallelogram qaydası ilə tapmalıyım, çünki ikisi də paralelogramdır. Onda gəlin baxaq. Paralelogramın sahəsini tərəf vur hündürlük düsturu ilə tapırıq. Baxırıq, tərəfi, hündürlüyü daha doğrusu 2 cm-dir, belə deyək. Hündürlük 2 damadır, yəni 2 cm. Bu hissə isə 1, 2, 3, 4, 5 damadır. Burada 5 damadır. Biz demişdik ki, paralelogramın sahəsi tərəf vur hündürlük, yəni 5 vur 2, 10 cm. 10 damada belə deyək 10 vahid. Bura 10'dursa burada 10'dur. Onda S'imiz olacaq 20 metr. Bu birincidir. Keçdik ikinciyə. B variantında biz bunu gəlin üçbucaq və düzbucaqlıya ayıraq. Deməli, burada bir dənə üçbucaq yaradaq. S1. Aşağıda da bir dənə düzbucaqlı yaradaq. Yadımıza salırıq. Üçbucağın sahə düsturu necə idi? Tərəf vurulsun, hündürlük bölünsün 2. Gəlin sayaq. 1, 2, 3, 4, 5 dama buradır. Hündürlüyümüz də 90 dərəcə altında düşən düz xət 2 cm də buradır. İndi burada yazacağıq 5 vur 2 böl 2. 2'lər ixtisar gedəcək, qalacaq 5. Elə bil ki, biz bu üçbucağın sahəsini, bu hissəni, baxın, bu hissəni tapdıq 5. Aşağıda düzbucaqlıdır da. Düzbucaqlının sahəsini tapmaq nə var ki? Elə enini vururuq uzunluğuna cavab olur. A vur B. İndi gəlin baxaq. Bura 1, 2, 3, 4 dama buradır. 1, 2, 3, 4, 5 dama da buradır. 4 vur 5, 20 dama eləyir. 20 metr kvadratı eləyəcək. Vahidimizi veribdir metrdən. Bu birlərdə verməyib. Yəni 20 metrin kvadratı. Bu oldu bizim B variantımız. Geldik C'ye. Aha, C maraqlıdır. C'də deməli əvvəl rəngli hissə var imiş, üçbucaq, bunu görməsək, sonra buradan parallelogram kimi bir kəsik atıblar. Elə bir ki, çıxardıblar onu. Bir dənə biz ümumi fiqur, sarı fiquru tapaq, sonra bu ağı tapaq. Sarıdan ağı çıxaq görək bu nə qədər yerdə qalıbdır. Yazıram S1 üçbucaq. Yenə tərəf vur hündürlük tərəfi 1, 2, 3, 4, 5, 6, 7 santimetrdir. 7 metr daha doğrusu. Hündürlüyü də çöldən də saya bilərsiniz. Belə də saya bilərik. Gəlin çöldən sayaq. 1, 2, 3, 4, 5, 6. Hündürlüyümüz də 6'dır. Yazırıq belə. 7 vur 6 böl 2. O da gedəndə qalır 21 santimetr. Yəni 21 metrin kvadratı. Şimdi gəlin bu paralelogramı tapaq. Bu paralelogramında tərəfi görürsünüzmü? 2 damadır. Hündürlüyü 1 damadır. Olacaq S2 bərabərdir. 2 vur 1. Paralelogramda 2'ye bölmürdük. 2 metrin kvadratı. Şimdi bizə lazımdır S rəngli R hərfi. 21'dən bu 2 santimetri çıxırıq. Eləyir 19 metrin kvadratı. Aha, keçdik D variantına. Aha, D variantı da maraqlıdır. Yenə burada 3 dənə sahə tapacağıq. Baxın, buradan nətər bölsəm mənə rahat olar. Belə bir üçbucaq ayırıram. S1. Belə bir də kvadrat düzbucaqlı qalır. Bir dənə də bu ağı tapacağım və onu çıxacağım. İndi hələ gəlin ki, şəkli çox görünməyək. Baxaq bu hissəyə. Deməli, buranın bax S1'in hündürlüyü çöldən saysam 1, 2, 3, 4, 5, 6. Deməli, tərəfimiz 6'dır. Hündürlüyümüz də 2 damadır. 6 vur 2 böl 2. Qaldı mı 6 santimetr? İndi gəldim düzbucaqlıya. Bu düzbucaqlının da eni 4'dür. Burası 6'dır. 4 dəfə 6'm 24. 4 6'm 24.
Yaxşı. Bu bizim rənglilərimizin cəmidir 30'lama. 30 metrin kvadratı. Axı burada bir kəsiyimiz var. İndi gəlin bu kəsiyi hesablayaq. Kəsikdə də bir dənə qəşəng üçbucağımız var. Yenə buranın hündürlüyünü tapırıq 4'dama. Tərəfini tapırıq 4'dama. Yazırıq S, üçbucaq yazıram buna da. 4 vur 4. Üçbucaqda 2'yə bölmə var, unutmayaq. Böləndə qalır 4 vur 2, 8. Yaxşı, bu 30 rəngli idi. İndi yazırıq S rəngli. Oradan bir ağ çıxardıblar. 30'dan da bu 8'i çıxanda qalır yerdə 22 santimetr, metrin kvadratı. İkinci sual, qırmızı rəngli parçanın uzunluğunu soruşur. Aha, üçbucağa bağlı bir sualda fikir verin. Hündürlükləri, 2 dənə hündürlük verilibdir. 2 dənə də tərəf verilib. Deməli, biz bir qeyd demişdik, üçbucaqların sahəsini keçəndə. Demişdik ki, istənilən üçbucaqda iki tərəf və onun çəkilən hündürlüklərin hasili bərabərdir. Yəni, ikisi də sahəni verir deyə eyni şeyi verirlər. Yəni, məsələn, bu tərəfi çəkilən hündürlük, tutalım ki, A deyək. Burada deyək, H, ayağını göstərək A ilə. Bu tərəfə çəkilən hündürlük B-dirsə, HB-dirsə, daha doğrusu belə deyək. HB-dirsə, biz demişdik ki, tərəf vur ona çəkilən hündürlük bərabərdir digər tərəf və digər hündürlüyün hasilinə. İndi gəlin baxaq bu qaydadan istifadə eləyərək tapacağıq. Hər bir istənilən bir üçbucaqda bu belədir. Yaxşı. İndi bizə deyir ki, birincidə 8 santimetrlik tərəfə çəkilən hündürlük H vur 1'dir. H çıx 1'dir. Oy, belə yazardıq gərək. Nömrə 2 A variantı. 8 vurulsun H çıx 1 bərabərdir 6 vurulsun 6'ya nə çəkilib? H çəkilib də 6 vurulsun H-a. İndi bunu başlayıram tənlik qaydasından vurub açmağa. 8H çıxılsın 1'i 8'ə vuranda 8 bərabərdir 6H-a. Bu 8H-ın yanına gəlir olur 8H çıx 6H bərabərdir 8'ə. 2H buradan da yazıram bərabərdir 8'ə. H da bərabərdir 4'ə. Bu oldu bizim A variantımız. Gəldik B variantına. Yenə də B variantında baxın 8 santimetrlik tərəfə nə çəkilib? Y. Yazıram belə. 8 vurulsun Y bərabərdir 2 vurulsun 2Y üstə gəl 4. Başlayıram tərəf vurub açmağa. 8Y bərabərdir 2'ni 2Y vuranda 4Y üstə gəl 2'ni 4'ə vuranda 8. Bunu keçirdirəm bu yana olur 8Y çıxıb 4Y bərabərdir 8'ə. 4Y bərabərdir 8'ə. Y də bərabərdir. Hər tərəfə 4'ə bölsəm 2'yə. Keçdik C variantına. Yenə də eyni qayda ilə. Baxın 15 santimetrə nə çəkilib? A çıx 1,8 deyil. Vururam. Yazıram 15 vurulsun. A çıx 1,8. Bərabərdir. 12'yə nə çəkilib hündürlük? A çəkilib də 12A. Vurup açıram 15A. 18'e 15'e vuranda 27 eləyəcək. Keçdi çıxılsın 27. Bərabərdir 12A'ya. Bu gəlir bura. 15A çıxılsın 12A. Bərabərdir 27. 3A bərabərdir 27. A bərabərdir 9. Bu da oldu C variantı. Keçdik D'yə. D'də. Baxın 4'ə çəkilib 6. 4 vur 6 bərabərdir. Ay üzr istəyirəm bir dəqiqə. Bu 6 böyük hündürlüyü verir. 6 bunun uzunluğudur. Onu da belə yazacağıq. Buradan da silsək. Aha. 6 vurulsun. Böyük hündürlüktür bu. 6A çıxsın 2. Bərabərdir. 4'ə çəkilən hündürlük budur. 4 vur A. Yenə vurub açıram. 6A çıxılsın 12. Bərabərdir 4A'ya. 6A'dan 4A'nın çıxanda 2A bərabərdir 12'yə. Onu da hər tərəfdə 2'yə bölsəm. A da bərabər imiş 6'ya. Bu da D variantı.
Gəldik üçüncüyə. Parallelogram və üçbucağın sahələri bərabərdir. Paralelogramın yaxud üçbucağın axtarılan hündürlüyünü tapın. Deməli bizə deyir ki, verilən iki fiqurların A və B bəndində iki fiqurların sahələri bərabərdir. Gəlin baxaq nömrə 3. A variantı. Biz demişdik ki, paralelogramın sahə düsturu tərəf vur hündürlüyüdür. S bərabərdir A vur H-a. Onda promoy 12 vur 8 96. 96. İndi onda bunun da sahəsi 96 imiş. Bunu tapmaq üçün buna bir x deyək. İndi x vurulsun 20. Axı üçbucaqda 2-yə də bölürdük. Bölünsün 2 bərabər imiş 96-ya. Bu ixtisar gedəndə 10. Nəyi 10-a vursam 96 eləyər? Təbii ki 9.6-nı. Deməli cavabımız 9.6 imiş. X bərabərdir 9.6. Gəldik C-yə. Bu səfər paralelogramın yoxdur hündürlüyü. Bura baxaq. Aha. Üçbucağın sahəsini tapsaq. B variantıdır bu. B. S bərabərdir dedik necə? 30 vur 10 bölü 2. İxtisar getsə 5 dəfə. 30'da 5 oranında 150. Deməli paralelogramın da sahəsi 150'dir. İndi bunun burası 20 ise burada 20'dir. 20'ni nəyə vursam 150 eləyər. Bunun üçün də 150'ni 20'yə bölürəm. O da eləyir 7 dəfə 140. 7 tam onda 5 dəfə. 7 yarım. Bu da belə. Dördüncü sual. Aha, dördüncü sual uca fəza fiqurlarıdır. Deyir ki, bizə prizma və silindrin tam səthlərin sahəsini və həcmini hesablayın. Yaxşı. Silindrin tam səthinin düsturu bu şəkildə idi. S tam. Demək ki, bunu yaxşı olar ki, açaq. Gəlin belə eləyək. Bir dənə düz bucaqlı çəkək. Burada bir dairəsi var. Burada bir dairə. Bura 6'dır hündürlüyü. Burada 2 piyerdi də. İndi bu radiusu da 4'dür. Burada 4'dür. Aha. Biz demiştik ki silindrin uzunluğu 2 pi r uzunluğundadır. Buraya yazıram 2 pi r. Bu da indi radiusumuz 4'dürsə, pi'ni də 3 veribsə olacaq 2 3'üm 6, 6'ın da 4'e vuranda 24. Biz elə bir buranı tapdıq 24. Aha, deməli bir çevrəmizin də dairəsi pi r kvadratı idi. Pi r'in kvadratı idi. İndi axı ondan da 2 nədir? Vururam 2'ye. Çünki bu da aşağıda da bir dənə dairə var, yuxarıda da. Yaxşı, 4 vurulsun. 4'ün kvadratı vurulsun. Pi'nin yerinə 3 qoyuruq və 2. 6, 16'nın da 6'ya vuranda 96 eləyir. 16, 3'e 48, 96. Bu elə bizim oturacaqların sahəsidir. Baxın, bununla bunun sahələrin cəmi 96'dır. Bir dənə bizə qaldı nəyin sahəsi? Bir dənə bu hissə qaldı. Bu hissənin də sahəsi düzbucaq olduğu üçün 24'ü vururam 6'ya. Yazıram belə eski. 24'ü 6'ya vuranda 144 eləyəcək. Bunu birləşdirsək, indi tam sahə axı hamısının sahəsidir. S tam bərabər. Promoy düsturu var, sadə düstur. Amma ondan hesablamağı mən sevmirəm. 144 üstə gəl 96. O da eləyir 150, 200, deməli 240 santimetr. Bu bizim oldu silindrimiz. Tam sahəmiz. Qaldı həcim. Həcim də S oturacaq vur H-da axı. Silindrdə oturacaqları çevrədir, dairədir daha doğrusu. Onda olacaq pi r kvadratı h. Hər şey əlimizdə var. Pi 3'dür. Radius 4 idi. Kvadratı 16. Hündürlük də 6'dır. 16'nın 6'ya 96. 96'nın da 3'e vuranda verəcək bizdə 288. Birdən qutardıq. Keçdi ikinciyə. Deməli, ikincisi üçbucaqlı prizmadır. Gəlin onun da açılışını çəkək. Deməli, bir dənə belə bir üçbucaq çəkirik. Bir dənə də böyle. Uy.
Şəkildə hemen Android oldu. Yaxşı. Baxın, tərəfi verib 14 buranı. 14. Hündürlüyü də verib 24. 24. Yenə də aşağıda da tərəfi verib 14. Hündürlüyü verib 24. Bu açılan yanlarını verib mi? Hə, verib. Buraları da 25 verib. 25, 25. Onda burada 25'ti. Burada 25'ti. Hündürlük də 10 santimetrdir. Şimdi gəlin baxaq. Bizə lazımdır sahələr. Üçbucağın sahə düsturu yenə yadımıza salırıq. S üçbucaq bərabərdir. Tərəf vur hündürlük, yəni 14 vur 24 böl 2. Buranda 7 vur 24. 8, 2 hatta 144, 168. Aha. Şimdi biz 168, bakın buranı tapdıq. Axı bundan 2-də nədir? Onda tez aşağıya da 2 yazırıq. Yəni həmin o 168'i 2'ye vururuq. O deyilir 336. Yəni üçbucaqların ümumi sahəsi birgə 336 verdi. Attım qırağa, yadımda saxlayıram. Şimdi keçdik nəyə? Düzbucaqların sahəsini tapmağa. Düzbucaqlılara baxın, 25 vur 10. Bura verdi 250. Burada verdi 250. Bura nədir? 14 vur 10'du da. Düzdürmü? Bu hissə də 14 vur 10'du. Burada verdi 140. 250, 250, 500. Üstüne de bir 140 gələndə düzbucaqlılar da verdi 640. Düzdürmü? İndi bizə lazımdır S tam. S tam bərabərdir. 336 ilə də 640'ı toplayaq. 640 üstə gəl 336. O deyilir 976. Aha, bu bizim tam sahəmiz. Həcmi tapanda yenə də S oturacaq vur H. S oturacaqların da birini bəyək tapmışdım. 168 idi. 168'i birbaşa hündürlüyə, yəni 10'a vururuq. O deyilir həcmimiz 1680. Xeyli vaxt aparan çalışmalardı bunlar. Keçdik o birisi figura. Yenə bir dənə prizmadır. Üçbucaqlı prizma. Aha. Yenə başlayaq açmağa. Qəşəngcə açdım. İndi verilənləri yazırıq. Bura 50'dir. Burada 50'dir. Bu hissədə 60'dır. 60. Hündürlük də bizdə verib necə santimetr? 40 santimetr. Bura 50 ise burada 50'dir. Burada 50'dir. Hündürlüyümüz də bu hündürlüyü necə veribdir? Hə, 1 metr. 1 metr ise gərək biz bura 100 santimetr yazaq. Çünki digərləri santimetrlə veriblər. İndi yenə başladıq açmağa. Burada da bir üçbucaq var. Yazaq birinci S üçbucaq, birinci üçbucağı tapaq. Aha. Bizim hündürlüyümüz 40'dır. 40 vur 60 böl 2. 20. 20'ni 60'a vuranda 1200. Aha. Bura 1200. Düz hesapladığımda 60 vur 40 2400. 2'ye bölündü 1200. Şimdi bundan 2 dənə daxı. Həmin bu 1200'ü də vuraq 2'ye. Olsun 2400. Atdıq qırağa. Qeyd edirik. Keçdik düzbucaqlara. Aha. Şimdi hündürlüyümüz 100'dür axı. 50'ni 100'e vurdum 5000. 60'ı 100'e vurdum 6000. 50'ni 100'e vurdum yine 5000. Bu da oldu bizim düzbucaqlarımızın sahəsi. Onda birləşdirəndə 2 dənə 5000, 10000, 10000, 16000. 16000. Buradan da 2400'ümüz var idi axı. Oldu. S tam bərabərdir 18400. Bu da oldu belə. Bunun qaldı bir dənə həcmi. Həcmi üçün də S oturacaq vurulsun H. Oturacağın da bir dənəsinin sahəsi 1200 idi. 1200'ü də vuranda hündürlüyünə o deyilir 100 metr. Olacaq 12, 1, 2, 3, 4 dənə 0 santimetrin kubu. Bunlar santimetrin kvadratı idi. Yəni qorxutmasın sizi ki bu rəqəmlər niyə bu qədər böyük alınır? Biz metrdə saxlamadıq. Keçirdik santimetrə. Ona görə rəqəmlər də biraz belə böyük alındı. Keçdi indi D variantına.
D variantında diqqətli olun ki, bizə radiusu verməyiblər, sahəni veriblər. O barədə diqqətli olun. Yenə başlayaq, açaq. Burada bir dənə düz bucaqlımız var. Burada bir dənə də çevrəmiz var. Deməli, diametri 10'dursa bunun radiusu 5'dir. Onda burada 5'dir. Hündürlüyü də 25'dir. Baxın, bizə əslində buranı verirlər. Ben prosta kısa gösterdim. Şimdi yine buranı tapmaq üçün bura L sayılır da. Bu çevrenin uzunluğunu tapıram. Eləyir 2 pi r. O da eləyir 2 3'ü pi 3'də 6. 6 da 5'e vuranda 30. Biz buranı tapdıq ki bura bakın bu xətt var. Bu xəttimiz 30 santimetrdir. Aha. İndi maraqlıdır. Hə, dairələrimiz tapaq. S dairə bərabərdir. Pi r'in kvadratı. Pi r'in, ya oturacaqlarda belə deyək. Bundan da 2 dənə deyə vururam 2'ye. Olur belə. 3 vurulsun. Radius 5'dir. 25. Vur 2. 50. 50 də çevrəndə 150. Bu bizim çevrələr, oturacaqlardır. Buranı tapmaq üçün də nə edərəm? 30'u 25'e vuraram. 75. 750 də bura verir. İndi yazırıq belə. S tam bərabərdir. 750 üstə gəl 150. O delir 900. Üzr sayın. Aha. Bu da həcmi qaldı bu figurun. Hə, tam sahəsi verdi 900 metr. Santimetrin kvadratı. Keçdik həcmə. Həcmdə də pi r'in kvadratı h olduğuna görə 3 vurulsun. Pi 3'dür. Radius 5'dir. 25 kvadratı. H da 25'dir. 25'i 25'e vuranda 625. 3'e de vuranda verəcək 1875. Keçdik çərpənəklərə. 5-ci sual. Aha, şərtinə baxaq. Deyir ki, Lalə bərabər yanlı 3 bucaq, Səminə isə 4 bucaqlı formasında çərpənək düzəltdi. Ölçülərini verir və deyir ki, bu 3 bucaqlardan, çərpənəklərdən kiminkinin sahəsi çox olar. Gəlin baxaq görə əlimizdə nə var. A'dan B'yə qədər 60'dır. C'dən D'yə qədər 30'dur. Bu hündürlüyümüz 30'dur. Onda S lalə, bu lalənin 3 bucağıdır. Yazaq S lalə bərabərdir. Tərəf vur hündürlük 60 vur 30 böl 2. Sanırsam 30 vur 30 9. Bu bizim laləmizin çərpənəngidir. Keçək ikinci. Deyir ki, ikincidə KL bərabərdir elmə. Bura bərabərdir. KO 20'dir. Bura 20'dir. Onda bu qalan hissəsi də 20'dir. Əgər bərabər yanlışsa eyni cür bölür. Bir tərəfdən də elən 25'dir. L'dan N'ə qədər 25'dir. Burada deməli, bu belə çərpənəklər üçün düsturumuz var. Neyidir? Bu kəsişən düz xətlər var ya. Bax bu KM-lə elin. Bax bunları vururuq bir-birinə. 41 idi. 25 1 idi. Səminə deyək də bu səminədir. 40'ı vuracağıq 25'e böləcəyik 2'ye. Bu da eləyir 40'ın içindəki 20 dəfə 20'ni də 25'e vuranda 500 eləyəcək. Bizə soruşur kimin çərpənəngi çoxdur? Təbii ki, laləninki daha böyükdür. Lalə böyükdür səminədən. Bizə də deyir ki, nə qədər çox? Biri 900'dür, biri 500'dür. 400 vahid çox eləyir. Aha, bu da belə. Keçdik 6-cı məsələyə. Deyir ki, dənizkənarı Milli Parkda yerləşən Şeytan Çarxı atraksiyonunun radiusu 30'dur. Aha, radius nə idi? Təpədən, mərkəzdən bir nöqtəsinə qədər məsafə. Aha, sual verir. Atraksiyonun ən hündür yeri, deməli, bizə deyir ki, yerdən neçə metr məsafədədir. Gəlin baxaq. Ən hündür yeri burada. Düzdürmü? Tutalım ki, burada. Buradan bura qədər məsafə bizə 1 radiusu verir. Buradan yerə qədər məsafədə 2-ci radiusu verir. Və bizə
göstərir ki, atraksionun dəmirləri elə bil ki 2 metr yuxarıdadır. Yəni yerə bitişik deyil də, təbii ki bu dəmirdən bərkidilir axı. Həmin o dəmirin hündürlüyü də 2 metrdir. Onda bizim bu hündürlük məsafəmiz radiusun 2 qatı, yəni diametrin üzərinə 2 gələcək. Elə bil ki bu çevrə deyil. Baxın, burada siz dayanmışsınız. Buradan bura qədər məsafə bizə diametri verir. Bizə radiusunu 30 vermişdi. Onda bura 30-sa, burada 30'dur. Yenə deyirik, bu axı bu dəmirə birləşibdir. Bu dəmir özü də 2 metr aralıdır yerdən. Onda yazırıq, birinci sual qoyuram, belə quş qoyuruq da. Deyirik, 30'u 2'ye vururuq, 60. 2 metrdə dəmirin hündürlüyü 62 metr olacaq. Deməli, birinci sualımız 67 metrdir. 62 metrdir. Gəldi ikinci suala. Deyir ki, atraksiyonun bir kabinəsinə binən tələbə 2 dam dövrdən sonra düşür. Onlar nə qədər məsafə qət eləyir? Yaxşı. Deməli, bu hər səfərində, baxın, gəlir. Bax, bir dövr tam eləyəndə biz bunun nəyini tapmış olarıq? Dövr eləyəndə getdiyi məsafə bunun uzunluğudur. Uzunluq düsturu da dairədə bu şəkildə, çevrədə bu şəkildədir. 2 pi r şəklindədir. İndi bunlar axı 2 dəfə tam dövr eləyiblər. Onda bunu bir dəfə də 2'ye vururam. Çünki 2 dənə kuruq vurublar. Olur 4 pi r. 4'ü pi'ye vururam. Pi 3'dür. Radiusumuzu da verib bizə 30 metr. Vururam 30'a. 4 3'üm 12. 12'ni də 30'a vuranda 360 metr gediblər. Məsafə qət etmiş olurlar. Yaxşı uşaqlar. Bunun qalan səhifəsində məsələlər çoxdur. Onu da gələn videoda inşallah izah eləyərəm. Özünüzə yaxşı baxın. KSG-yə yaxşı hazırlaşın. Hələlik.